Aziz abituriyentlər, sualımız 2025-ci ilin 1-ci qrup qəbul sualıdır. Sualda deyilir, harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. Şərtə əsasən tezliklər bərabərdir. nu1 bərabərdir nu2. Yaylı rəqqasın tezliyi distorunu yazaq. 1 bölünsün 2 pi vurulsun. Kök altıda k bölünsün m bərabərdir. 1 bölünsün 2 pi kök altında r bölünsün l. Burada 1 bölü 2 pi ilə ixtisar gedir. Kök altıları da kvadrata yüksəltsək alınar. K bölünsün m bərabərdir. R bölünsün l. Bizdə də burada l istəyir. Gəlin qiymətləri yazaq yerinə. Sərtliyin qiyməti 8 bölünsün. Kütlə qramla verilibdir. Biz çeviririk kiloqrama. 0,4 kiloqram edir. Yazaq 0,4 bərabərdir. Səbəşmə təcili 10 və bölünsün l. Bizdən l istəyir. Rəqqasın uzunluğunun l bərabərdir. Cavab 0,5 edir. Metr bizə santimetrlə verib cavabı 50 santimetr edir cavab.